Herkese salam, kanalıma ve yeni bir vloguma hoş gəlmişsiniz, səfa gətirmişsiniz. Necəsiniz qızlar? Ümid edirəm hər kəs yaxşıdır. Kanalıma yeni gələn bütün izləyiciləri də salamlayıram. Ən son postum xeyli laf mənə izləyici gətirdi. Həm də olsun Allaha, əziyyət yerdə qalmır. Hər birinizi salamlayıram, xoş gəlmişsiniz kanalıma. İndi keçək vlogumuza. Demək qızlar, oğlumun doğum gündən öncə bəzi qazanlarımı, tavalarımı səstirovka elədim. Gördüm ki, cızıqları var. Ona görə onları atdım. Ümumiyyətlə cızılan, içi xarab olan heç bir tavanı qazanı saxlamıram evdə. Artıq 3 ildən çox idi işlədirdim onları. Yəni çox baha da almamışdım. Normal qiymətə almışdım. Məncə o qiymətə o tavalar yaxşı getdi hələ. Belə dünənlərdə bu tavanı gördüm. Vallahi firması belə də tanınan bir firma deyil. Adi qranit tavadır. Səhv etmirəmsə ya 25 aldım ya 30 aldım, nəsə belə bir şey. Yox, deyəsən 30 aldım bunu. Bunu 30 aldım. Bunu 6.50 aldım. Bu tava xoşuma gəldi ki, həm dərinliyi yaxşıdır, həm belə sulu da nəsə pişirmək olar burada, həm də qızartma da eləmək olar. Bu tava isə bildiyimiz birinci tavasıdır. Rəngi çox xoşuma gəldi. Bu rəng götürdüm. Buna da 6.50 verdim. Bu da bu aralar çox mod olan çaşqadır. Ümumiyyətlə çay az içməyə çalışıram, çox su içirəm. Ona görə də fərqli stakanlarda olanda həvəslənirəm su içməyə. Belə bundan da götürdüm. Neçə vaxt istəyirdim, gördüm elə aldım. Sonra bu qazanı belə çox yaxından çəkə bilmirəm, çünki buradan adam rəsmi, yəni əksi düşür. Sonifer firmasının belə bir qazanını aldım. Bunlar biraz baha idi. Məsələn, bunun elə balacasına 16 manat verdim, amma böyükləri lap baha idi. Amma qəşəngdir də, yəni keyfiyyət falan çox qəşəngdir. İnşallah ki, bunlar da uzun müddət işlədərəm. Bu borcam lazım idi mənə. Buna da 5 manat verdim. Endirim idi. Ümumiyyətlə illər öncə bunun biraz böyüyünü almışdım 25 manata. Amma bu xoşuma gəldi. Yəni balaca da deyil ha. Yəni videoda bilmirəm siz necə görürsünüz, amma belə balaca da deyil. Kvadrat formasındadır və düşünürəm ki, bir 3 nəfərlik, 4 nəfərlik, yəni yemək burada rahat hazırlamaq olar şirniyyatlarda həmçinin. Belə aldıqlarım bu qədər. Bir də 2 dənə adyal götürmüşəm, amma onları indi atmışam, burada fırlanırlar. Asım, qurusun, sonra göstərəcəm. Çünki istərsəniz adyalı açıb göstərmək lazımdır. Mən də istəmirəm ki, tozlu da, baxmayın, küçədən gələn bir şeydir. Belə, onlar qoy qurusunlar, sonra göstərəcəm. 9 manata da, bir dənəsi 9 manata da adyal almışam. Elə belə, prosto üstə örtmək üçün. Məsələn, divanda falan adam oturanda bir də göz üşüyür, üstdən belə örtmək üçün. Belə, keçək indi iş başına yeməklərimizi pişirək. Qızlar, indi də qaynama rejiminə ağları qoydum. Özümə də bir dənə südlü, darçınlı, yaşıl çaylı bir qarışımdır. Əslində detoks kimi gedir bu. Səhifəmdə shorts bölməsində var. İstəsəniz ora baxsaz, orada resepti bölüşmüşəm. Qısa videolar olan bölmədə çox qəşəng açıq aydın başa salmışam. Bunu ara sıra belə eləyirəm. Məsələn 10 gündə bir, 15 gündə bir çox yaxşı, həm də belə sakitləşdirici effekt verir. Amma həmilə xanımlara, süd verən analara yəni olmaz. Bir də təzyiqi aşağı olanlara, çünki içində həm yaşıl çay var, həm süd mədə bağırsağı sakitləşdirir. Ona görə təzyiqi aşağı olanlar içməsin. Shortsda var orada, paylaşmışam, baxarsınız. Çox qəşəngdir, o da dadlıdır. Yəni bunu içim, sonra yeməklərimi pişirim. Birinci dedim şorbadan başlayayım. Qiyməli şorba eləyirəm. Birinci qiyməni qəşəng qovurum, sonra soğan əlavə eləyəcəm. Uşağa yedirdim, sonra quru yeməyi də pişirərəm. Bu arada təzə qazanda hazırlayıram. Qəşəngdir. Yapışdırmır, eləmir. Biraz yağa düşsün. Bu arada sümük sularım var. Yəni buzluqda onlardan əlavə eləyəcəm. Fulyon. Bu arada qulpu da isinmir qızlar. Qəşəngdir. Bundan öncəki qazanımın qulpu isinirdi. Burada isinmir amma. Soğanı da doğradım. Sarı köftü, duzlu. Əlavə elədim. Biraz da belə qovrulsun. Həmişə düyü ilə hazırlayıram. Bu dəfə belə qovrulmuş vermişə əlavə eləyəcəm. Uşaq bezməsin deyə.
əlavə edəcəm bulyonun suyunu. Quru nanə də ən sonda əlavə edirəm. Ömər sveji göyərti sevmir şorbada. Ona görə. Bulyon suyu da əlavə elədim. Qəşəng qaynasın. Biraz belə aralı qoyum ki, daşır eləməsin. Belə, keçək indi o biri yeməyi hazırlamağa. Burada qızlar, bu arada arxa fonda bataryan səsi gəlir də, üzrü sayın. Makaronu belə son vaxtlar oğlum belə xoşlayır, qovrulmuş halda. Şimdi biraz qovrum. Su əlavə edəcəm, tuz əlavə elədim, yağ əlavə elədim, belə. Bu da şorbam. Son halını yenə göstərəcəm sizə. Bu da qiymədir. Özümün hazırladığım o pomidordan əlavə elədim. Yayda hazırlamışdım, kebab kimi. Bax ondan, onun öz suyu da əlavə eləmişəm. Çox ləzzətli olur. Belə tadlı pişib. Su əlavə edeyim. Bəs, sardı. Qızlar, demək Ömər yatıb. Mən də dedim, gəlin balı tortumu hazırlayayım. Ömərin doğum günü üçün balı tort hazırlamışdım, bilirsiniz. Belə bir artıq qəşəng kərə yağından çox qəşəng bir krem hazırlamışdım, ondan qalıb. Və o biri tortun qaymağından da qalıb belə. Mən də bunları qəşəng bunun yarısı ilə belə qatışdıracağım. Hamısını yox, yarısına qatışdıracağım. Dadı ondan lap mükəmməl olur. Deyirəm ki, hazırlayayım, amma bu dəfə hazır korj eləyirəm. Keçən səfər amma doğum günü uşağın özüm eləmişdim korjuna qədər. Da bu dəfə vaxtım yoxdur. İndi ev üçün, özümüz üçün hazırını eləyirəm, amma deyirlər ki, hazırı da yaxşı olur. Bax, görək necə alınacaq nəticə. Belə mən başlayayım, son nəticəni sizə göstərəcəm. Demək qızlar, bunu qatlaşdırılmış südlə suyu yarı-yarı qatırsam, belə nəm də eləyirsiniz korjları. Amma məndə indi qatlaşdırılmış süd bitib. Həm də heç eləməsəz də yenə də yəni qəşəng nəm olur. Amma eləyəndə belə qonaq qabağına lavaş şeylər super olur. Deməyi qızlar, bilirəm soruşacaqsınız ki, hazır balı tortun korjunu hardan almışsınız? Baxın, ev yeməklərinin sifarişi. Bu Instagram hesabları da var, bütün marketlərdə var. Bunların balacası, bu yuxanın, baxın bu böyüdür. Bundan da böyük korj olanı var, balaca olanı da var. Mən ad günü üçün bundan biraz balacasını eləmişdim, çünki evdə başqa tort da pişirmişdim ona görə. Belə, bu arada yavaş danışıram, Ömər yatıb ona görə. Araya qoz da səpdim, bayaq göstərdiyim kimi. Daha sonra çəkmədim ki, tez-tez eləyim, işimi bitirim. Hər tərəfi səliqəyə saldım. İndi bir dənə bu 2 dənə korj. Keçən səfərdə balaca boyuna da 2 korjun üydülmüşü tamına getdi. İndi də 2 dənə korjun üydəcəm doğrayıcıda və üzərini düzəldəcəm. Qəşəng trafaret də almışam. Görmüsünüz yəqin ki, qısa vlogda. Ondan yenə də bəzəyəcəm. Keçək bu işləri görməyə, bunu bəzəməyə. Qızlar, balı tortu qoymuşam ora soyuducuya. Özünü tutub artıq, axşamdır artıq. İndi mən bu balı tortun korjundan belə üydürəm. Doğrayıcı vasitəsilə qəşəng. Əgər doğrayıcınız yoxdursa, qızlar, bunu aşüzən var, aşüzən vasitəsilə də üydə bilərsiniz. Necə halqa üçün umac edirsiniz aşüzənlə. Elə bir ki, ova edə bilərsiniz. Artıq qalsa, bu ovuntudan ki, qalacaq elə zənn edirəm. Qalsa artıq onu istifadə edəcəm. Belə desert eləyirlər, qablarda, pudingi falan. Belə bir şey hazırlayacağım. Artıq qalsa. Tortun son halı qızlar belədir. İndi bu arılı trafareti qoymuşam. Baxa görə necə çıxacaq dadı. Hazır nə deyirlər buna?
korjla heç eləməmişdim, ballı korjla. Özüm eləmişdim keçən səfər, super idi dadı. Ona görə hazırına necə çıxır. Yaxşı çıxsa deyəcəm bu firmadan alın. Götürün bunu. Bir əllə götürmək olmur, götürsəm dağılacaq. Qızlar, mən tortu axşamdan məcbur kəsdim, çünki mənim yoldaşım sabahdan evdə olmayacaq. Göz haqqı qalmasın deyə istəyir. Ona görə mən əslində günortadan bunu hazırlamışam. Bu ən azı bir gecə qalmalıdır ki, bu qatlar bir-birinə otursun. Ömərin ad günündə hazırlayanda bu qatlar hamısı bir-birinin içinə keçmişdi. İçinə də baxın necə qozu qəşəng boldu. Baxın belə. Amma yumşaq olmağına yumşalıb. Yəni o korj srazın üstü yumşalır, kremlə bir-birinə dəyən kimi. Amma bir gecə mütləq qalmalıdır. Səhərə bunlar lap belə yatacaq, lap belə super olacaq. Üstəlik yoldaşımın ürəyi qalmasın. Onun üçün bir qəşəng çay süzüm qızlar. Vlogu da burada bitirmək istəyirəm. Bunu da yerləşdirim, qapağını falan bağlayım, qoyum soyuducuya. Burada vlogu bitirirəm. Ümid edirəm bəyəndiniz bu videomu da. Bəyəndinizsə bəyən butonuna basıb abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Bol yorum yazsaz. Lap çox dəstək olmuş olarsınız. İnşallah yorumlarda görüşərik.